Yarış çox güclü keçdi. Allah şükürlər olsun ikinci yerə çıxdıq. Zəhmətimiz yerdə qalmadı. Allah xeyri və yığmanın məşqçilərinə, Talih İsrafilov və digər məşqçilərinə olan dərin təşəkkürlərimi bildirirəm. Gələcək planlarım da inşallah gələn 2026 Azərbaycanda mir olacaq. İnşallah Allahın izni ora çempion olmaq. Yarış çox güclü keçdi. İkinci yerə çıxdım. Daha yaxşı ola bilərdi, amma buna da şükür. Buradan Zuborun baş məşqçisi Talih İsrafilov və digər məşqçilərə və bir də öz şəxsi məşqçim Orxan Əhmədova təşəkkür edirəm. Gələcəkdə inşallah medalların davamını gətirərəm. Birinci səfərdə bu şəkildə güləşirdim. İnşallah yaxşı olar. Hər kəs salamlayıram. Mən Yeyləq Əliyev Nimzad, MDB oyunlarının gümüş medalçısı. Mən ilk növbədə Özbək rəqibimə 4-0 məğlub oldum. Sonra Belarus rəqibimə 2-2 məğlub oldum. Sonra isə Rus rəqibimlə 10-0 qalib gələrək medal uğrunda görüşə vəsqə qazandım. Medal uğrunda isə Tacik idmançısıya 4-0 tuşla qalib gəldim. Buradan şəxsi məşqçim Aydın Süleymanova və millinin məşqçiləri başda Talih İsrafil olmaqla hər kəsə öz minnətdarlığımı bildirirəm.